Vəfasızların da darıxmağı güman edilirmi? Yəni olurmu ki, vəfasız da darıxsın? Əlbəttə, mümkün deyil darıxmasın. Adam var mesela qürurundan bildirmir darıxmağı. Adam var istəmir bu peşman kimi göstərsin. Bəs axı sevgi hər şeyə güc gəlir. Əlbəttə ki, ümumiyyətlə sevən adam qürur eləməməlidir. Darıxırsansa mən darıxıram da, burada ne var? Mən o, yəni hərənin bir xarakter, mən onu sevən adamam. Mən məsələn sevdiyim adama, çox istədiyim adama etiraf eləməyi xoşlayıram ki, mən səni bilsən ama bu çox istəyirəm, o bil. Bunun özü də böyük bir O etiraf edən var, bildirmir istəyim, o yaxşı şeydir. Ömür yəni o kadar uzun bir vaxtdır, müddətdir, o kadar çox yaşamayacaq ki, mən hər şeyi gizli saxlayayım ki, mən istədiyimi bildirə bilmir, o yaxşı şeydir. Bildir də zamanında bildirmək lazımdır. Deməli, sevginin dəyərini anlayan insanlara aiddir də. Bəli, bəli.